Bunu elə yaxında danışmışdım. Dedi, İmam Rıza'nın görüşünə getmişdi, İmam Rıza'nın yanına. Öz-özünə dedi ki, İmam Rıza əleyhissalama deyərəm ki, bir köynəyini versin qəbrə qoyum özümə, kəfənimin içinə qoyum İmam Rıza'nın köynəyi. Deyərəm ki, mən bağanı sevirdim. İkincisi də ürəyimə gəldi ki, 2 qızım var. Ağadan biraz pul alım, onlara sırğa alıb aparım. Pula görə yox ha, yəni deyim İmam Rıza hədiyyəsi. 10 pul ilə alım. Ürəyimdən keçdi, deyir, gəldim, nahara qonaq oldum, məni gözəl qarşıladı. Axırda deyir, elə balası kimi bağrına bastı məni. Gördüm, elə məndən ayrılmaq istəmir. Elə sevirlər də bizi. Deyir, bağrına bastı, qucaqladı, deyir, ağladım, deyir, kövrəldim ondan ayrılmağıma. O ağladı, mən ağladım, deyir, yadımdan çıxdı istəyəcəyim. Gedirdim, görüm, arxadan çağırır, deyir, gəl sənə köynək hədiyyə eləyim. Götürdüm, gedəndə yadımdan çıxıb. Dedi ki, 2 qızım var, gəl sənə bu məbləğ pul verim, sırğa alıb apar. Gördüm ki, bunlara deməyə ehtiyac yoxdur. Bəzən elə qapısından gedirsən, özün yadımdan çıxanda onun yadımdan çıxır. Hərdən hərəmə gedə bilərsən, deyirsən, Allah, nə eləyəcək, nə dua eləyəcəkdim. Girirsən, hərəm səni aparır, İmam Rıza'nın o mehribancılığını, rəhmətini istəyirsən, bilmirsən, gözündən yaş axır, hər şey, hacətin yadından çıxır, amma İmam Rıza'nın yadından çıxmıyor. Deyir, bu məni gördüm, unutdu, mənim hərəmimi hələ gördü. Unutdu, mənim ki, yadımdadır, Allahdan istəyəcək, Allah verəcək.